sizə heç bir pisliyi olmayan, sizin varlığınızdan belə xəbərdar olmayan, sizin haqqınıza belə girməyən, nə yaxşılığı, nə pisliyi dəyməyən bir insana durduğu yerdə sataşmaq necə bacarsın? Sən müəlliməsən, sən anasan, vallah çatmır da mənə, Qurana and olsun. Mən özümə yaraşdırmıram, mənim də xoşum gəlməyən insanlar var, amma heç kəsin qəlbini sındırmıram. Evimə gələndə qabağına çörək qoyuram, çay qoyuram. Əslində mənə necə pisliyi dəyən insanlar olub ki, evimə qəbul eləmişəm də. Yəni, necə eləyə bilirsiniz bunu? Nə bilim, anlamayacam, heç vaxt anlamayacam. Ki də ora bizi həqiqətən çox istəyən, bizi sevən ailələr də gələcək də. Mən buna adım kimi əminəm. Mən o yeni ili öz izləyicilərimlə keçirtmək üçün o postu paylaşdırmışam. Çünki Lənkəranda, Masallıdan belə bizi görməyə gələn, Cəlilabaddan görməyə gələn gözəl ailələr var. Onlar üçün bu. Sənə